İkinci Dünya Müharibəsi 1939-cu ilin sentyabr ayının 1-də başlamışdır. Almaniyanın Polşaya hücumu ilə Hitler həmin vaxt Almaniyanı idarə edirdi. Bilirik ki, 1934-cü ildən o hakimiyyətə gəlmişdi. Əslində 1939-cu ilin avqust ayında Almaniya və SSR arasında Molotov-Ribbentrop paktı imzalanmışdı və həmin pakta əsasən tərəflər bir-birinə 10 il hücum etməmək və Polşanın bölüşdürülməsi haqqında razılığa gəlmişdilər. Müharibənin ilk dövrlərində İngiltərə və Fransa Almaniyaya qarşı müharibə elan etsə də, onlar fəal hərbi əməliyyata girməmişdilər. Yəni 1939-cu ilin elə sentyabrından İngiltərə və Fransa Almaniyaya qarşı müharibə elan etsə də, yalnız 1940-cı ilin mayından Almanların Fransaya hücum etməsi ilə müharibə başlayacaq. Daha doğrusu müharibəyə qərb ölkələrdə qoşulacaqlar. Ona görə də bu dövrdəki hadisələr qərbi müharibə dövrü adlanır. Yəni fəal hərbi əməliyyatlar etmirdi qərb ölkələri İngiltərə və Fransa Almaniyaya qarşı. Almaniyanın müharibədə qarşıya qoyduğu planın adı ildırım sürətli müharibə planı idi. Bu müharibə planına əsasən Almanlar qısa müddət ərzində bütün Avropanı ələ keçirməli idilər. İlk dövrlər Avropanın deməli Hollandiya, Belçika, Norveç əraziləri deməli Hitlerin əlinə keçir. Finlandiya ələ keçirilsə də öz daxili müstəqilliyini qoruyub saxlayır. 1940-cı ilin may ayında Fransaya hücum edir Hitler və beləliklə 1940-cı ilin iyun ayında artıq Fransanın da şimal hissəsini tutmuş olur və beləliklə Fransanın təslim olma aktı imzalanır və Fransanın şimal hissəsində Fransanın şimal hissəsi keçir Almanların əlinə, Fransanın cənubu isə demək Vichy Respublikası yaradılır, Marshal Petain başda olmaqla. Daha sonra İngiltərə, əsas belə bir fikir var, azad dünyanın son qalası İngiltərə idi və İngiltərəyə əsas kömək gəlirdi Amerikadan. Amerikadan gələn köməyin qarşısını almaqdan ötürü Hitler Atlantik okeanında həm havadan, həm qurudan, həm dənizdən deməli ingilisləri məğlub etməyi qərara gəlmiş və onları Amerikadan gələn köməyin qabağını almaq istəyirdi. Lakin İngiltərə Almanlara qarşı bu dövrdə radarlardan istifadə etdi və bununla da Almaniyanı stratejik məğlubiyyətlə məğlub etdi. Bundan sonra Almanlar Afrikada hərbi əməliyyatlar etdilər. Daha doğrusu Alman-İtalyan qüvvələri birlikdə və Afrikada bir çox əraziləri ələ keçirmişdilər. Daha sonra isə ingilislər onları məğlub edərək həmin əraziləri geri qaytarmışdı. 1939-cu ildə Molotov-Ribbentrop müqaviləsinə əsasən sentyabr ayında SSR nəzərdə tutulmuş əraziləri ələ keçirilir və bundan sonra onu təcavüzkar adlandıraraq 1934-cü ildə daxil olduğu Millətlər Cəmiyyətindən uzaqlaşdırırlar. Beləliklə, Avropada bir çox uğurları əldə etdikdən sonra Hitler artıq Sovet ölkəsinə yaxınlaşmışdı və Sovetlərə yaxınlaşmışdı və beləliklə axı onların demək dediyimiz kimi razılaşması var idi. 10 il bir-birinə hücum etməmək məsələsi var idi. Amma Avropadakı bu qədər uğurlardan sonra o Sovetlərə yaxınlaşmışkən 1941-ci ildə Moskva döyüşünə girir dekabr ayında. Amma bu döyüşdə Hitler qalib gələ bilmədi və onun ildırım sürətli müharibə planı boşa çıxdı. 1941-ci ildə Yunanistan və Yuqoslaviyada təslim olur və beləliklə İngilislər öz qoşunlarını Misirə çəkməyə məcbur olurlar. Bununla da İngilislərin Balkanlarda olan mövqeyi zəifləyir. 1942-ci ildə Stalingrad döyüşü baş verir. Döyüş baş verməsi ilə əsaslı dönüşün əsası qoyulur və 1942-ci ilin
deməli qışında başlayan döyüş bir neçə ay davam edir və döyüşlərdə yenə də Hitler məğlub olur. Hitlerin məğlub olması ilə onun Qafqaza doğru irəliləməsinin qarşısı alınır. Yəni əgər Stalingrad döyüşündə Hitler qalib gələrdisə, o gəlib Qafqaza da çıxa bilərdi. Ümumiyyətlə Hitlerin müharibədə Qafqaza hücum planı var idi və bu hücum planının adı Edelweiss idi. Vilvet İngiltərə və Fransanın Qafqaza olan hücum planı idi.